قال الحكيم في محكم كتابه الكريم: أعوذ بالله من الشيطان اللعين الرجيم. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. صدق الله العلي العظيم. Peyğəmbər alı Peyğəmbərə səlavası gedək. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən, dinləyən hər kəsə. Allahdan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları, Rəbbimiz üçün əl açaraq etdiyimiz bütün hacət və mətləbləri bizdən qəbul eləsin. Qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar eləsin. Qəlbimizi iman nuru ilə, Allah öz zikri ilə daim münəvvər eləsin və cəmiyyətimizi, xalqımızı, xüsusilə ailələrimizi biri-birinə mehriban eləsin və zamanı imamımızın zuhurunda təcil eləsin. Möhtərəm cəmaatımız, əziz möminlər, bizi izləyən, səsimizi eşidənlər. Bildiyiniz kimi bugün cümə günüdür. Cümə Seyyidül Əyyam. Həftə günləri içərisində üzərinə düşəcək, günəşin üzərinə düşəcək ən xeyirli, ən ruzili, ən nurani, ən mübarək bir gündür. Duaların qəbul olan günüdür və xüsusilə Quran və sünniyə əsaslansa, sonuncu xilaskarımızın vəd olunmuş Bəqiyyətullahul Əzəm sonuncu imamımızın da gəliş günüdür. Bir gündür ki, o Həzrətin gəlişi ilə yer üzərindən haqsızlığın aradan gedərək haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sitəmin, nifaqın kökünün kəsilərək yer üzərində sülhün, əmniyyətin bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qılmazsa, o günü görə bilməriksə, bu yaşadığımız ömrü o Həzrətin zuhuru üçün, gəlişi üçün üzərimizə düşən, boynumuzda olan bütün vəzifələri tam, dürüst yerinə yetirib həqiqi xadimlərdən olmağı hər birimizə Allah nəsib eləsin. Və bildiyimiz kimi bu günlər eyni zamanda Peyğəmbər Salavatullahın gözünün ağı qarası, başının tacı, qəlbinin meyvəsi, yeganə xanımlar içərisində Peyğəmbər Salavatullahın bu xanım qız övladı ki, dünya xanımlarının və axirət xanımlarının seyyidəsi, o seçilmiş 4 xanımdan biri xanım Zəhra Salamullahi əleyhanın da şəhadət günləridir. O qəmli, qüssəli, kədərli günləridir. O günlərdir ki, bəzi hədislərdə 75 gün, bəzi hədislərdə 95 gün ki, Peyğəmbər Salavatullahdan sonra həyatda yaşayıb, qısa ömür sürüb. Bu günlər həmin o 75 ilə 95 arası ki, 20 gün götürürlər bu iki tarixi, həmin günlərdir. Allah analarımızı, bacılarımızı, xüsusilə qız övladlarımızı xanım Zəhra Salamullahi əleyhanın iffət və ismətindən ayrı salmasın. Allah o xanımın nurunu evlərimizdə analarımız, bacılarımız, qız övladlarımıza bəxş eləsin. Bəli, möhtərəm cəmaatımız, bugün sizinlə cümə söhbətində
xanım Zəhra salamullahi əleyhanın o şəhadət günləri olduğuna görə elə xanımın məqamı haqqında, Allah yanında olan dəyəri haqqında davam edirik. Bundan öncə də elə 3 cümə ardıcıl olaraq, silsiləvi olaraq xanım Zəhra salamullahi əleyha haqqında danışırıq və bu gün də Əhzab surəsinin 33-cü ayəsi ilə sözümüzə başladıq ki, Allah Taala buyurur: "Əuzu billahi mineşşeytanirracim. İnnemâ yuridullahu liyuzhiba ankumur-ritse ehlel-beyt və yutahhirakum tethira." Allah istəyir ki, iradə edib ki, Əhl-i Beyt əleyhimussalam müraciət xitab olaraq sizdən hər cür pisliyi uzaqlaşdırsın və yutahhirakum tethira, sizi pak və pakizə olaraq tərtəmiz etsin deyə. Bu ayə Quran-ı Kərimdə aramızda elm əhli olan qardaşlar var, tələbələr, ustadlar, müəllimlər var, izləyənlər arasında da əminəm ki var, təthir ayəsi ilə məşhurdur. Paklıq ayəsi ilə. Quran-ı Kərimin 33-cü surəsinin 33-cü ayəsidir. Əhl-i Beyt əleyhimussalam deyəndə 5 təni ali əba, o 5 kimsənə ki var, əşrəf-i kainat, əfzəl-i məxluqat, rəhmətən lil-aləmin, Muhammed-el-Mustafa sallallahu aleyhi və alihi və səlləm. İmam Əli əleyhissalam, ilk imamımız, dünya və axirət xanımlar xanımı, xanım Fatimə-i Zəhra salamullahi əleyha və behişt cavanlarının ağası İmam Həsən və İmam Hüseyn, Allahın salavat və salamı olsun onlara. Bu 5 nəfər nəzərdə tutulur. Təbii ki, digər məsum imamlarımız da Əhl-i Beyt əleyhimussalam qəblindədir. Amma 5 təni ali əba Kisa hədisində də məşhurdur. O həmin təthir ayəsinin bariz nümunələrindən biri də xanım Zəhra salamullahi əleyhadır. Əslində bu günlər ona görə qəmli, qüssəli, kədərli günlər adlanır ki, Əmirül Müminin Əli əleyhissalam özü və o gözəl balaları qəm, qüssə, kədər içərisində idi. Əslində biz xanım Zəhra salamullahi əleyhanın həyatını oxusaq, orada biz həyanı görərik. Əgər onun xütbələrini oxuyub, sözünü dinləmiş olsaq, onun sözlərində biz hikmət görərik. Əgər onun ailəsinə baxsaq, öz ailəsinə, Əmirül Müminin Əli əleyhissalamla, öz balaları ilə necə rəftar etdiyinə və davranışına baxsaq, biz o zaman xanım Zəhra salamullahi əleyhada mərifət görərik, haqq uğrunda susmasına baxdıqda, o müqavimət göstərərək və dözümlük, əzm nümayiş etdirməsinə baxdıqda, biz xanım Zəhra salamullahi əleyhada izzət görərik, izzətin o simasını görərik. Ona görə xanım Zəhra salamullahi əleyha o qısa ömründə bizə dünya durduqca hikmətlər, nəsihətlər qoyub gedən bir əzəmətli xanımdır. Və xanım Zəhra salamullahi əleyhanın o qısa ömründə o fədakarlığı bir daha onu göstərdi ki, insanların yaddaşında qalması üçün, bir insanın tarixin yaddaşında tarixi bir şəxsiyyətə çevrilməsindən ötürü uzun-uzadı ömür sürməsi önəm kəsb eləmir. 18 il belə baxanda böyük bir ömür deyil.
Bir daha onu təsdiqlədi ki, insanların yaddaşında və tarixin yaddaşında tarixi bir şəxsiyyət kimi formalaşmaq üçün Allahın insana verdiyi ömrü necə yaşaması önəm kəsb eləyir. Allahın insana verdiyi ömrü əgər insan Allah istədiyi kimi yaşasa, Allah razılığını əldə eləmək üçün o ömrü xərcləsə, sərf eləsə, Allah o insandan razı qalsa, insanlar da ondan razı qalar, Allah da. İnsanların yaddaşında Allah onu sevimli bir bəndəsi kimi. Əgər biri həyatında, yaşayışında, ömründə həyatını Allah sevgisi ilə, Allah eşqi ilə yaşamış olsa, inan Allah onu insanlara, xəlqə sevdirəcək. Allah sevdirdiyini də, Allah izzət verdiyini də, el, aləm yığıla, dünya yığıla, istəyələr insanların qəlbindən o sevgini alalar, istəyələr o izzətdən, hörmətdən, nüfuzdan salalar. İnanın mümkün deyil. Əksi də bu cürdür. Əgər birindən Allah razı qalmasa, Allah birinə izzət, hörmət verməsə, günahları ilə izzət və hörmətin əlindən vermiş olsa, el, aləm yığışa ona izzətli davrana, bu da mümkündür. Xanım Zəhra salamullahi əleyha bir haqqıdır, bir həqiqətdir. Gərək bu haqq və həqiqətdən xəbərdar olanlar bunu gizlətməsinlər. Bu haqqın üstünə bir pərdə çəkmək. Allah Teala Quran-ı Kərimdə mübarək Əl-Bəqərə surəsinin 42-ci ayəsində buyurur: "Və la təktumul haqqa və entum ta'lemun." Haqqı gizlətməyin. Bildiyiniz halda onun üstünü örtməyin, örtbasdır eləməyin. Əgər bir işin həqiqət olduğunu bilirsənsə, o həqiqəti sən söyləməlisən, gizlətməməlisən. Və bu günləri biz xanım Zəhra salamullahi əleyhanın barəsində o həqiqətləri bildiyimiz üçün biz onu bu kürsülərdən, bu çəkilişlərdən, bu xütbələrdən insanlara o haqqı söyləməyə çalışırıq ki, xanım Zəhra salamullahi əleyha bir xanım olub ki, aləmlərə rəhmət olan Peyğəmbər salavatullah. O Peyğəmbər ki, Allah haqqında Quran-ı Kərimdə buyurur: "Və innəkə lə'alə xulqin azim." Ya Peyğəmbər, sən böyük əxlaq sahibisən. Xulq-i azim, təsəvvür elə, insan bir yerə gəlir çatır ki, Allah ona bu sözü deyir. Bəzən necə? Allah bütün övladlarımızı, balalarımızı başımıza tac, gözümüzə nur, qəlbimizə huzur gətirən övladlardan eləsin inşallah. Əgər övlad mərifət sahibi olarsa, əxlaq sahibi olarsa, ata-ana əgər o sözü ona desə, övlad nə qədər o başa düşən övladdan, mərifət sahibi olan övladdan söhbət gedir, nə qədər xoşhal olar, nə qədər sevinər. İndi təsəvvür elə, insan bir məqama gəlir çatır, bir dərəcə əldə eləyir ki, Allah insana buyurur ki, "Və innəkə lə'alə xulqin azim." Ya Peyğəmbər, sən əzəmətli əxlaq sahibisən, böyük xülqə, mərifətə sahibsən. Belə bir Peyğəmbər, əxlaq sahibi olan, Allah tərəfindən bu söz deyilən bir şəxsiyyət buyurur ki, qızı Fatimi Zəhra salamullahi əleyhanın haqqında Fatimətu bəzəətun minni fəmən əğzəbəhə fəqəd əğzəbəni. Qızım Zəhra salamullahi əleyha mənim canımın bir parçasıdır. Kim onu incitsə məni incidib.
Kim onu qəzəbləndirsə, məni qəzəbləndirib. Bilirsinizmi bu sözün içərisində nələr, bu kəlamda nələr yatır? Peyğəmbər sallavatullahın qəzəbi Allahın qəzəbidir. Onun inciməsi Allahın narahat olmasıdır. Yəni, xanım Zəhra salamullahi əleyhanın Peyğəmbər salavatullahdan sonra başına gətirilən hadisələrdə Peyğəmbərin ruhun sarsıtdılar. Peyğəmbəri incitdilər və nəticədə Allahın qəzəbinə tuş gəldilər. Hətta digər bir hədisində Peyğəmbər salavatullah buyurur: İnnəlləhə yarza lirza Fatimə və yağzab liğazabiha. Allah qızım Fatimənin razılığı ilə razı olar, onun qəzəbi ilə qəzəblənər. Bu mənadadır ki, belə bir kəlam var. İnnə beynən-nas, bu sözü bəzən hər kəs təhvil ala bilməz. Hərənin bir tutum dərəcəsi var da, bir şkalası var, bir həddi var. Bəzən bəzi sözləri dərk eləmək üçün mərifət istəyir. Bəzən bəzi sözləri dərk etmək üçün təfəkkür, tədəbbür istəyir. İnnə beynən-nas ibadun. İnsanlar arasında elə bəndələr var ki, bir dəfə Allah nəyi istəyirsə, onlar onu istəyir. Bu məlumdur ki, Allah dostları ilə Allah istədiyi hər şeyi istəyər. Amma bir də var ki, İnnə beynən-nas ibadun İza əradu əradəllah. Onlar bir şeyi istəyəndə Allah da onu istəyər. Yəni, onların iradəsi Allahın iradəsi iləndir. Nəuzubillah, burada onları gətirib Allahla bərabərləşdirmək kimi başa düşülməsin, ha? Amma o məqama çatıb ki, nəyi istəyirlər, elə Allah da onu istəyir. Bu təkcə elə Əhl-i Beyt əleyhimussalamda yox, digər Allah dostlarında da var. Eşidibsiniz, Təbrizdə qəbri də var, hal-hazırda da qalır. Bir nəfər fəhləli ilə məşğul imiş. El arasında ona hambal deyərmişlər, bizim dilimizdə də var da. Əslində bu ərəb sözüdür, aramızda ərəb dilini bilən müəllimlər var. Həml, yük deməkdir. Həmmal, yük daşıyan. O, Quran-ı Kərimdə Məsəd surəsində Həmmalətəl hətəb, Əbu Ləhəbin, Allah bütün zalimlara lənət eləsin, özü və qadını haqqında təbbət yəda Əbi Ləhəb, Əbu Ləhəbin əlləri kəsilsin, qurusun. Orada bir ifadə keçir, Həmmalətəl hətəb. Həmmalətün, yəni onun qadını ki, o yükləri daşıyardı, odunları daşıyardı. Bir sözlə bizim dilimizdə olan bu hammal deyirik, əslində həmmaldır. Həml, həmmal. Fəhləymiş. Hamı bunu elə o cür tanıyırmış. Deyir, bir dəfə bu yükü aparanda, hündür bir yerdən qışqırıq sədası görür, bir uşaq düşür. Elə bir kəlmə deyir, Allah saxla, mən sizə dastan, tarix danışmıram ki, eşidənlər desin ki, bu nağıldır. Olur da indi bu sosial şəbəkədə bəzən görsən o üzə o sözü deyə bilməyən insan tanınmaz simada ekran arxasından o rahatlıqla fikrini ifadə eləyə bilir. Amma dəlil və məntiqlə qarşıya çıxanda İnsan söz deyə bilmir, söz söyləyə bilmir, fikrini ifadə eləmir. Ona görə bu sözü eşidənlər, qulaq asanlar başqa cür başa düşə bilər, amma bu canlı olan bir hadisədir. Həmin şəxsin qəbri də var, elə Təbrizdə də hal-hazırda hər kəs maraqlana bilər. Bir kəlmə Allahım saxla deyir və gəlir o uşağı qarşısına, yaxınlaşanda qucağına alır və yerə düşməsinin, onun zədələnməsinin, ölməsinin qarşısını alır.
çevrəsində olanlar çox təəccüblə baxır ki, biz bunu bir hammal kimi tanıyırdıq. Bir yük daşıyan, fəhlə, üstü, başı, geyimi. Ona görə, əzizlər, biz insanlara geyimi ilə, onun zahiri görkəmi ilə deyil, onun iç dünyasına görə qiymət verməliyik. Ola bilər sənin gözündə biri o qədər aşağı kimi görünə bilər, amma Allah qatında, Allah məqamında o elə bir məqam sahibi olar ki, heç dövründə yaşayanda, zamanında insanlar onu bilməsin, onu tanımasın. O eşidibsiz, Loğman-ı Həkim Sədi Şirazinin Gülüstar əsərində var. Bir yerdən keçəndə gülürlər, qara dərili olub, dişi, dodağı, burnu biraz zahiri görkəmi fərqli olub. O qədəm saxlayır, bir anlıq dayanır, deyir ki, nəqşə gülürsüz, yoxsa nəqqaşa? Əsl nəqqaş Allahdır da. İndi bizim məscidimizdə də rəssamlar iş görüblər, əl işləri. Amma əsl rəssam nəqqaş odur ki, bizim bütün rəsimimizi, nəqşimizi su üstündə, hansı su hər kəsə bəllidir. Hətta bu barmaqlarımızın o kodlarına qədər fərqlidir. Allah Teala Yasin surəsində buyurur ki, biz o ölənləri dirildəcəyik, hətta onların sümüklərinin o barmaq izlərinə qədər qaytaracaq. Allah belə yenilməz qüvvət, qüdrət sahibidir. Deyir, nəqşə gülürsən, yoxsa nəqqaşa? Halbuki baxıb ona gülürdülər zahiri görkəminə görə. Amma gör, nə qədər zəngin, nə qədər mənəviyyat dolu bir insan idi. Həmin bu hambal ki, gördü, hər kəs bildi, buna təəccüblə yaxınlaşıb deyirdilər ki, axı sən necə bu məqama sahib olmusan, necə bu yerə gəlib çıxmısan, özündə bir fəhlə də indi əstəğfirullah aramızda qardaşlar var, gündəlik günəmuz, o ar deyil. Mən bunları demək fikrimdə də öyle idi, amma əl-kəlamı yəcürrül-kəlam, bəzən sözü çəkir, danışanda elə bir məqama gəlir, çatır ki, heç mütaliə elədiyindən kənar sözlərdə söyləyirsən, bu ilahi bir hikmətdir. Aramızda o günəmuz işləyən qardaşlarım var, halal ruzi əldə eləyən əzizlərim var, tanıyıram bir neçəsin. Bəli, bizim üçün onlar ibrətdir. Amma ar deyil, bu sözlərdən narahat olmayaq. O bəlli yerlər var da, dayanmaq yerləri ki, günəmuz işləmək üçün dayanırlar. Amma bir şeyi unutmayaq ki, ibadətin 10 növü var. 9'u halal qazancdır. 9'u halal zəhmətdir. O qabar əllərlə əgər ailəyə, övladıva, atıva, anıva öz maddi ehtiyacı təmin eləmək üçün iş görürsən, o özü də ibadətdir. Hədislərdə var, Peyğəmbər salavatullah bir gün məsciddə Əbu Əyyub Ənsari, Mədinəli bir qoca kişi var idi. Zəhmətkeş idi, qabar olan əlləri var idi. Peyğəmbər yüksək ədəb, intellekt sahibi olub da. Məscid-ün Nəbidə Allah gedənlərə, dübarə getməyənlərə gedib görməyi, ziyarət etməyi nəsib eləsin. Hər kəsin, sahabələrin yanında o Əbu Əyyub Ənsarinin o qabar olan əllərini öpür, alnına, gözünə qoyur. Həzrət orada bir söz deyir. Deyir, hazihi yədun la təməssuha ənnar. Bu bir əldir ki, cəhənnəm odu bu görməz. Bu əl cəhənnəm odu görməz. Orada mən bu naqis düşüncəmlə 2 mesajı düşdüyümü söyləyəm. Hədisin orijinalı ki, bu bir əldir ki, cəhənnəm odu görməz. Yəni birincisi, həmin o yaşlı kişiyə, qocuya, Əbu Əyyub Ənsariyə cənnət müjdəsi verir. Yəni bu kişi cənnət əhlindəndir, behişt əhlidir.
İkincisi də qabar olan ələ zəhmət. Qabar olan əllə o halal qazancı var ha, ona dəyərdir, ona qiymətdir. Rəhmətən lil aləmin olan Peyğəmbər o əldən öpür, onu təşviq edir. İnsanları halal qazanca, zəhmətlə əldə olunan qazanca təşviq edir. Bu onun rəmzi mənalarıdır. Həmin bu Təbrizli Hammaldan soruşurlar ki, axı sən necə oldu bu məqama gəldin, çatdın? Qudsi hədislərdə belə bir kəlam keçir. Allah Teala Musa Peyğəmbərə buyurur ki, ya Musa, insanlara söylə, mən dediyimə əgər onlar əməl etsələr, nəyə əmr etmişəm, onları yerinə yetirsələr, nədən çəkinin desəm, demişəm, çəkinsələr, nəyə mən ol deyirəm, olur, onlar da nəyə ol desə, olar. Yəni, Allahın əmr etdiklərini yerinə yetirmək, nəhy etdiklərindən çəkinməklə insan bu məqama çata bilər ki, Allah nəyə ol deyirsə olur, elə insan da ol deməsi ilə olar. Yəni, insan bu məqamı əldə edə bilər. Bu, Təbrizli bu Hambalın bir sözü olur. Qısa və net olaraq. O, bəzən o savadsız dediyimiz insanlar, bəzən o qədər nitqli, fəsahətli, bəlağətli, insanın ruhunu sirkələyən ifadə işlədər. Çünki onu tam varlığı ilə yaşayır. Tam ruhu ilə o dediyi sözü mənimsəyib, əzbərləməyib, kopyalamayıb, şablon söz danışmır deyə o ruhu sirkələyir, ruhu tərpədir. Sadə bir söz deyir. Deyir, burada axı niyə təəccüb eləyirsiniz? Bu vaxta qədər Allah nə deyib mən eləmişəm, indi mən dedim Allah elədi. Subhanallah. Burada axı təəccüblü nə var? Bu yaşıma qədər Allah nə deyib mən eləmişəm? İndi də mən Allaha dedim, Allah onu saxla, düşməsin yerə, ölməsin. Allahdır. Deməli, bu bunun təsdiqidir ki, bəşər Allah dediyini eləsə, bəşər də Allaha nə istəsə, dua eləsə, Allah da onu eləyər, edər. Xanım Zəhra salamullahi əleyha məhz həmin belə şəxsiyyətlərdən idi. Peyğəmbər salavatullah buyurur ki, İnnəlləhə yarza li riza Fatimə və yağdabu li qadabiha. Qızım Zəhra salamullahi əleyha elə bir xanımdır ki, Allah qızım Fatimənin razılığına görə razıdır, onun qəzəbinə görə qəzəblidir. Ardıca buyurdu, Fatimətu səmərətu fuadi. Qızım Zəhra mənim qəlbimin meyvəsidir. Və ruhilləti beynə cəmbeyyə. O mənim canımdır, o mənim nəfəsimdir, o mənim varlığımdır, o mənim ruhumdur. Və davamında buyurdu, Fatimətu seyyidətu nisa'il aləminə minəl əvvəlinə vəl-axirinə. Qızım Zəhra salamullahi əleyha Adəmdən mənə, məndən də qiyamətə qədər bütün xanımların seyyidəsidir. Bütün xanımların ən üstünüdür deyə ifadə söylədi. Hətta xanımın məqamı haqqında var. Cənab-ı Cəbrail vəhy mələyi belə evə gələndə izin alardı, icazə alardı. Cənab-ı Cəbrail izin alardı, daxil olardı və daxil olduqdan sonra deyərdi, ya Fatimətu. Cəbrail deyərdi, ya Fatimətu yuqri'uki salam min Rabbiki. Sənin Rəbbindən sənə salam gətirmişəm. Allah sənə salam söyləyir. Amma möhtərəm əzizlərimiz, tarixdə yazırlar, bir vaxt idi, Peyğəmbər salavatullahın o ağır vaxtları idi, çətin vaxtları idi, yataqda idi.
Allahın vəhy mələyi Peyğəmbərin görüşünə gəlmişdi. Orada məşhur bir kəlam, hədis keçir. Cənab-ı Cəbrail Peyğəmbər Səlavatıllaha Allahdan salam deyir. Peyğəmbər Səlavatullah buyurur: Ya Cəbrail, həl tənzulu iləl ərzi min ba'dik? Məndən sonra yer aləminə gələcəksənmi? Bu 23 ildə gəlişin səbəbkarı mən idim. Allahın kəlamını mənə deyirdin, mən də o kəlamı insanlara çatdırırdım. De görüm, məndən sonra yenə mi yer aləminə gələcəksən? Qalə nəəm ya Rasulallah. Dedi, bəli, ey Allahın Rəsulü. Ənzulu iləl ərzi min ba'dikə əşrə marrat. Səndən sonra yer aləminə 10 dəfə gələrəm. Buyurdu, limə ya Cəbrail. Gəlişin səbəbi nə olar ay Cəbrail? Niyə gələrsən? Buyurdu, ya Rasulallah, ənzulu iləl ərzi min ba'dik ərfəu min vəcil ərz əşrə cəvahir. Yer üzərinə gələrəm, hər gəlişimdə də yer üzərindən bir qiymətli bir şey apararam. Nəticədə 10 dəfə gəldikdə 10 qiymətli yer üzərindən Allahın insanlara bəxş etdiklərini apararam. Əlbət, onunu da deməyə vaxtımız o qədər deyil. İnşallah başqa bir xütbələrin birində Allah ömürdən vəfa qılsa, bu ömür yetsə, onu barəsində də danışarıq, izah edərik. Amma bir neçəsinə toxunacam və o anda Cənab-ı Cəbrailin dediyi bir söz bu hadisədən sonra xanım Zəhra ilə bağlı olduğuna görə toxunacam. Cənab-ı Cəbrail buyurur ki, ya Rasulallah, ənzulu iləl ərzi min ba'dik ərfəu ər-rəhmətə min vəcil ərz. Səndən sonra ilk dəfə yer üzərinə gəlişimin səbəbi, yer üzərindən Allahın rəhmətini apararam. İnsanlar o qədər azğınlaşar, o qədər fəsad törədər. Yalan, fitnə, fəsad, zinakarlıq, qətl hadisələri, insan ölümləri o qədər artar ki, insanlar o qədər azğınlaşar ki, yer üzərindən mən rəhməti çəkərəm. İkinci gəlişimdə vassani, ikinci gəlişimdə ərfəul bərəkətə min vəcil ərz. Yer üzərindən bərəkət apararam. Allah verir, amma insanlar şükür əvəzinə naşükürlük eləyər. Şükür edənlərin sayı azalar, naşükürlər çoxalar. Allah bərəkətin göndərər məni yer üzərindən çəkim. Ömürdə bərəkət qalmaz, ruzidə bərəkət qalmaz, qazancda bərəkət qalmaz. Görürsən, adam qazanır, hələ bir ayda işləməsə var, amma dindirəndə deyir, Allah kəssin bu yaşayışı. Belə də yaşayış olar, mən yaşamıram, mən sürünürəm. Buna yaşayış, ölsəm bundan yaxşıdır. Ta nələr, ta gündə siz bunu məndən çox eşidirsiniz. Buyurur, ey Allahın Rəsulü, ikinci dəfə yer aləminə gəlişimin səbəbi yer üzərindən rəhmətdən sonra bərəkəti götürərəm. Qazancda, ömürdə bərəkət qalmaz. Vassalis, üçüncü dəfə ey Allahın Rəsulü yer üzərinə nazil olduqda ərfəus səbrə minəl fuqara. Yoxsul, kasıb, imkansız insanlardan səbri dözmə apararam. Yəni, səbir hər halda yaxşıdır, amma yoxsul insanda daha yaxşıdır da, sıxıntılarla, o maddi, Allah uzaq eləsin, o maddi sıxıntı ki var, maddi sıxıntı. Bəzən görürsən, insanı küfrə də apara bilər. Şeytan maddi sıxıntı vaxtı inancı daha çox zədələyə bilir. Məsələn, namaz qılırsan, amma sıxıntıdasan. Görürsən, heç başqası namaz qılmır. Görürsən, yaşayışı yaxşıdır. Gedir, gəlir, qulağına pıçıllayır. Abi, sən namaz qılansan, bəs Allaha yaxınsan, niyə çətinlik? Hey, insanı belə
qulağına məcazi mənada səsləri pıçıltılarla görsən, biraz şəkkə düşürsən, cəmaata deməsində Allah, Allah mən ki günah eləmirəm, namaz qılıram, məni niyə belə sıxıntıya salmısan? Görsən, biraz keçəndən sonra çevrəndəkinə gəlib deyirsən, mən birinin toyuğuna daş atmıram, birinə toxunmuram, heç özüm də bilmirəm, niyə beləyəm? Başlayırsan narahat olmağa. Deyir, zaman gələr yer üzərinə, ya Rasulallah, səndən sonra nazil olaram, yoxsullardan səbr apararam. Dözüm qalmaz, səbr qalmaz. Ya Rasulallah, 4-cü dəfə yer üzərinə nazil olanda Ərfəus səxaə min qulubul əqniya, varlılardan, zəngin insanlardan səxavəti apararam. Görərsən imkanı var. Başqa yerlərə pul xərcləyəndə narahat olmaz. Amma Allah yolunda biri ağız açanda görərsən narahat olar. Ya Allah yolunda xərcləyəndə narahat olar. Baxın, yoxsulluq da imtahandır. Zənginlik də imtahandır. Yoxsul vaxtı insan səbri ilə sınaqda imtahandadırsa, zəngin vaxtı Allahın onun üstünə, onun qapısına ünvanladığı insanlara Allah verdiyindən verib verməməklə imtahandadır. İnanın, bu çox mühümdür ha. Allah verər. İnsan qədrin bilməsə, naşükür olsa, Allah istədiyi yerə xərcləməsə, Allah ondan alar. Özdə rüsvayçılıqla alar. Günümüzdə, haliyyədə, bu gündəmimizdə baş verənləri özünüz görürsünüz də. Nə qoca tanıyır, nə cavan tanıyır. Adam canı ilə əlləşir, can üstədə, amma görsən yenə sorğu sualdadır, mühakimədir. Bir sözlə, Allah səbrin özüdür. Ən böyük intiqam alan da odur. Ən böyük intiqam alan da odur. Ona görə bu məsələlər biraz həm düşünməli, həm fikir etməli məsələlərdir. Qapımıza və şəxsimizə əgər tanımadığımız simada biri gəlibsə, çalış verə bilirsən, ver yola sal. Əgər vermirsənsə, bari onu acılama. Onun şəxsiyyətinə toxunacaq, onu aşağılayacaq ifadələrlə qəlbini qırıb yola salma. Ola bilər ki, o Tanrının, Allahın sənə göndərdiyi bir elçi olsun. Sən onu narazı salasan. Allah verdiyindən o yolla verib səni dua edib daha artırmaq istədiyi halda, sən onun qəlbini qırıb yola salıb, əlindəkini də əlindən vermə. Mən bununla bağlı, biraz bəlkə uzun oldu, üzürlü bilin, deyim ta mövzu biraz bir-birinə bağlı olduğu üçün bunları qeyd elədim. Həmin şəxs, bu danışacağın başına gələn hadisə, başına gələn şəxs yaşayır. Ara sıra bugün yoxdur, bizim məscidimizə də gəlib gedir. Şəhərdə olan qardaşlarımızdan da cümə günləri ara sıra bizim məscidə bugün baxdım, gözümə dəymədi, yoxdur. Mən onu təqribən elə uşaq vaxtlarımdan tanıyıram. Mədrəsədə oxuyanda bizi bir yerə dəvət eləmişdi Quran dərsləri üçün. O zaman onun özünün yaxşı imkanları var idi, zəngin idi. Allah rızası üçün yer təşkil eləmişdi. Quran dərsləri özü də ibadət əhli idi. Allah hamıya halalından, minnəsindən ruzi nəsib eləsin. Heç kimi dost yanında, düşmən yanında, xüsusilə də ailə başçısını, ailəsi və övladları yanında xəcalətli eləməsin. Bu danışdığım şəxs çox zəngin birisi idi. Hətta bəzən özü o zamanlar söyləyirdi ki,
günə nə qədər qazandığının hesab kitabını itirmişdi. Səhər işə getməzdi, axşamüstü sadəcə gedərdi. O öz restoranları var idi və s. Bunları bilirsinizmi? Bu tərəfi deyirəm, mənim məqsədim bunları deməkdir. Amma istəyirəm ona gətirəm ki, Allah verdiyin insan dəyərləndirməsə, verdiyin əlindən aları istəyirəm misal gətirəm. Mən əsgərlikdən qabaq tanıyırdım bunu. Dərsə gedirdim, orada bizə dərs dediyimizə görə tədris haqqı verirdi, tələbələrə lazım olan kitabları təmənnasız özü Allah rızası üçün edərdi. Bir vaxt mən bunu görmədim. Hərbi xidmətdən qayıtdım, elə bura təyinatımız oldu. Bir müddət keçəndən sonra yol kənarında mən bir dəfə bundan rastlaşdım. Yəni təbii ki, yenə deyirəm, niyyətlərdən Allah şahidimdir. Mən aşağı-yuxarı nisbəti ilə danışmıram. Yəni təbəqələrə bölmürəm. Yəni zamanında imkanına görə, zəngin olduğuna görə maşını fərqli idi. Amma yenə deyirəm, bunu ibrət üçün deyirəm. Allah şahidimdir, niyyətimdən o agahdır. Kimsə dinlədikdə başqa bir müstəvidə sözün axarını başa düşərsə, Allah onu bağışlasın, çünki niyyətim o deyil, ona görə. Biraz köhnə və baxımsız bir maşında əyləşdik. Salam verdim, halım və s. İlk danışa-danışa hələ təzə oturmuşam maşına. Bir anlıq fikrimdən o illər öncə bu zəngin insan, halı, durumu fikirləşirdim. Amma ədəbim təbii ki, ona əxlaqım imkan verməz özünə deyəm. Öz-özümü ilə fikirləşirdim bu barədə. Bu dərhal qayıtdı. Dedi ki, yəqin fikirləşirsən. Yəni fikirləşirəm, amma hələ fikrim bitməyib. Bir anlıq dedi, yəqin fikirləşirsən ki, illər öncə gördüyüm hara, indi hara, bu nə hadisə? Hələ fikrim bitməyib. Adam sanki fikri oxuyaraq bu sözü söylədi və dedi ki, mənim başıma bir hadisə gəldi, hacı. Dedim, bunu danışıram, fürsət olsa bir dəfə xütbələrdə, minbərdə bunu danışarsan. Allah şahidim, bugün bunu danışma fikrimdə deyildim. Bu xütbəmi hazırlayanda bunu mütaliə eləməmişdim. Amma söz o yerə gəldi, çatdı. Çox ibrətli bir hadisədir. Həmin şəxs özü də yaşayır. Dedi ki, halımdan xəbərdar idin hacı. Bilirdin, tanıyırdın. Deyir, bir gün 11-12 olardı. Özü şəhərdə bu Nərmanovda saatın yanında qalırdı o zamanlar. Deyir, qapı döyüldü. İşə də axşam vaxtı gedirəm. Belə baxıram, çox dayanıb qayıdıram. Deyir, qapı döyüldü, qapını açdım, gördüm o bizim leksikonumuzda xalq cəmaət dilində var, deyir, laydi var. 3 mən boyda, nə bilim, neçə mən boyda, qapıdan da böyükdə, belə deyək, bir cavan dayanıb, deyir, ədəblə, nəzakətlə, dedi ki, çətin durumdayam. Qədər demirəm, miqdar demirəm. Nəyə imkanım varsa məni əlboş qaytarma. Deyir, bunun qaməti, vücudu mənə biraz pis gəldi. Deyir, özümdən bir ixtiyar, dedim ki, cavan oğlansan, utanmırsan boyundan, buxunundan, gedib işləmirsən, qapı-qapı düşmüsən, dilənirsən. Mən yatırdım, istirahət eləyirdim, məni oyatdım və s. Deyir, ikinci dəfə qayıtdı. Deyir, halbuki bir sillə vursa, harda olaram, heç özüm bilmərəm. Elə əzəmətli, belə böyük bir cüssiyə malikdir. Deyir, ikinci dəfədə sakitcənə dedi ki, narahat etdimsə üzr istəyirəm, amma mən məbləğ demirəm. Mən yolçu da deyirəm. Nə imkanım varsa məni əlboş qapıdan, mən yolda gedəndə yaxınlaşmamışam, sənin qapıva gəlmişəm. Yəni, sanki bu sözlər onu ayıltmaq üçün bir sözlər olub, amma insan fərqinə varmayıb.
Deyir, mən elə bil yatmışdım. Deyir, dedim ki, bir də məni narahat eləmə, boyundan uxan. Deyir, ta ibadət əhli olduğumdan başqa bir söz də demədim, amma acıladım. Deyir, qapını çırpdım, geri qaydanda hələ yatağıma gəlməmiş, elə bil qəflətdə idim, oyandım. Ta adın çəkinmirəm, deyir, öz-özümə dedim, ay filan, bu varı dövləti sənə verən Allah, bu mülkü sağlamlığı sənə verən Allah, bu evi, hər şey sənə bu zənginliyi nəsib edən Allah, o sənə yolda yox qapıya, bəlkə bunu Allah göndərib. Özdə mənə qədər demədi, miqdar demədi. Hələ ikinci dəfə məni ayıltmaq üçün bəzi sözlər, deyir, özümdən ixtiyarsız gözüm doldu, heç vaxt çəkməyib. Bir təsəvvür elə də qapıdan otağa nə qədər vaxt gedər. Deyir, nə oturmuşam, nə uzanmışam. Deyir, tələsik qapını açdım ki, bunun ardınca gedəm, ehtiyacı nədir, ödəyəm. Deyir, o vaxtlarımdır ki, gündə nə qədər qazandığımı da bilmirəm. Təsəvvür elə də. Deyir, düşdüm aşağı, o məsafədə ki, heç aşağıya qədər çatmamalıdır da. Aşağıya düşəndə görmədim. Deyir, yaxında həmin binanın qarşısında cavan uşaqlar əyləşmişdi. Deyir, onlardan soruşdum ki, az öncə bu binaya bir nəfər girən, bir nəfər düşən gördünüzmü? Dedilər ki, biz bayaqdan buradayıq, amma nə binaya girən olub, nə də çıxan olub. Deyir, dedim, bəlkə siz indi gəlmişsiniz. Yox, biz bayaqdan buradayıq, elə baxırıq, məsafə də yaxındır da, kimsə girsə, çıxsa görərik. Deyir, bir sağa baxdım, bir sola baxdım, bir kimsə görə bilmədim. Deyir, o gündən işlərim, o ki, hesab kitabımı bilmirdim, əlimdə olan o restoranları müsadir elədilər. Müəyyən obyektlər, dükanlar hamısını əlimdən. Deyir, maşınıma qədər, şəhərdəki evlərimə qədər satdım, kənar bir yerdə, ta ad qeyd eləmirəm, tanıyan bilənlər elə bilər ondan danışırıq, amma bunu Allah şahidimdir, ibrət üçün danışıram. Deyir ki, indi elə bir vəziyyətə gəlmişəm, bu köhnə maşını sürürəm, taksi kimi istifadə. Deyir, bəzən müştərilər zəng vurur, maşınımda benzin olmur ki, mən gedib onları mənzil başından götürəm, aparıb çatdıram mənzil başına. Halbuki şəxsi sürücüsü var idi, müxtəlif yerlər və s. İstəyirəm, əzizlər, mən sizə dastan danışmıram. Eramızdan öncə, əsrlər öncə hadisələr danışmıram. Canlı bu həyatımızda yaşayıb, başına bu hadisə gələn insanın mənə danışdığı bir həyat hekayəsini sizinlə bölüşürəm. Ona görə istəyirəm məni dinləyən və xütbə bitdikdən sonra qardaşlarımın vasitəsilə bu müəyyən yerlərə yükləndikdən sonra o imkanlı zəngin qardaşlarım bu hekayəni eşidəndə özləri üçün bir həyat dərsi çıxarsınlar və ibrət nəticə çıxarsınlar ki, Cənab-ı Cəbrailin 4-cü dəfə yer aləminə gəliş səbəbi məhz belə şeylərdir. Buyurdu, ya Rasulallah, 4-cü dəfə yer aləminə enərəm, ərfəus-səxa min qulubil əğniya, varlı və zəngin insanların qəlbindən səxavəti götürərəm. Daha o yerdə qalan 6-sına o qədər zaman vaxtımız yetmədi. Mən sözümü burada tamamlayıram. Allah ömürdən vəfa qılsa, növbəti cüməmiz də xanım Zəhra Salamullah əleyhanın elə sonuncu şəhadət günlərinin cüməsidir deyə və bugün hazırladığım ki, fikrimi tamamlaya bilmədiyim xütbənin davamının inşallah növbəti cümədə xanım Zəhra Salamullah əleyhanın o məqam və əzəmətinə toxunacaq, Peyğəmbərin dilindən o xanımın ehtiramının bizə vacib olduğu məsələlər barəsində yenə söhbətimizi davam edəcək. Allahdan diləyək,
Allah bu danışdıqlarımızı bizim qəlbimizdə, ruhumuzda təsirli kəlamlar qərar versin inşallah. Dünya və uqbada bizi xanım Zəhra salamullahi əleyhanın o nurundan bizi ayrı salmasın inşallah. Xanımın iffət və ismətini, o hicaba olan diqqətini analarımızda, bacılarımızda, qız övladlarımızda Allah onların qəlbində o nuru yaratsın inşallah. Dilimizdən heç zaman La ilahə illallah, Muhammedun Rasulullah, Aliyyun Veliyullah kəlmələrini almasın. Allahım, sən rəhmansan, rəhimsən, ərhəmür rahiminsən, səttar əlüyubsan, eyibləri, nöqsanları örtənsən. Allah, bu cümə günü sənin rəhmət qapın, rəhmət evin olan məscidə üz tutmuşuq. Eyb və nöqsanlarımızı dilə gətiririk, günahlarımızı etiraf edirik. Allah, bizi bağışlanan qullarından qərar verginən, xəta və nöqsanlarımızı bağışlayaraq öz həqiqi dostlarından, övliya, övsiyalarından bizləri qərar verginən. Allah, bu vəhdətimizi, bu birliyimizi daimi etginən. Qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar etginən. Allah, ölərki günümüzədək, son nəfəsimizədək bizi Qur'an və Əhl-i Beytdən ayrı salma kinən. Allah, qəlblərdən agahsan, sən səttar əl-üyubsan, eyb və nöqsanları örtən, gizlədənsən. Allah, bizi öz nurunla tanınanlardan qərar verginən. Eyb və nöqsanlarımızı ört, bizi eyb və nöqsanlı bəndələrin qismində ifşa etməginən. Allah, zəmanə imamımızın zuhurunda təcil etginən. Bu qəmli günlərin qədir qiymətini bilənlərdən bizləri qərar verginən. Allah, bizləri zəmanə imamımızın həqiqi xadimlərindən qərar verginən. Allahım, övladı olmayanlara övladı salihin nəsib etginən. İltiması dua ediblər, xəstələri var, aramızda xəstə olanlar var. Allah, evlərdə, xəstəxanalarda olanlara acil şifa mərhəmət etginən. Cümlə şəhidlərimizə rəhmət elə, atalarına, analarına səbr-i əyyubi kəramət elə. Allah, etdiyimiz bu duaları bizdən qəbul elə. Dualarımızın qəbuluna, özümüzün islahımıza və hacət və mətləblərimizin qəbuluna Muhammed o Ali Muhammedə 3 ucalı Muhammedi sələvat zikr elə. Mərizələrimiz var, dərdimizdən, bilinməyən xəstələrimiz var, qanunlarımız var, iltimasıca istəyənlər var, alim şifataflarından ötürü sələvat. Allahümme salli ala Muhammed Kərbala şəhərdən, vətən şəhərdən, Allah'ın köçənlərimiz gəldiysə sələvat. Allahümme salli ala Muhammed din İslam'ın kuvvetlenmesinden ötürü, din düşmanlarına çıkmasından ötürü serabat işler. Allahümme salli ala Muhammed cemiyetimizin dinine, rahmet, sanatmalarından ötürü serabat işler. Allahümme salli ala Muhammed dünyasını değişmiş üstad alimlerimizin ruhlarının şad olmasın, kalan alimlerimizin ömürlerin bereketli olmalarının ötürü selavat zikridir. Allahümme salli ala Muhammed Kıyamet günü peygamber ve ali peygamberin Ehl-i Beyt'in məhsusən Rabbimizin huzurunda xəcalet olmayan selavat zikridir. Allahümme salli ala Muhammed Ağa rəhbərimizdən cemaat namazını gördürdük, özünün ailəsini salamat olsun, elmin artmasın, ömrün bərəkət olmasın, dünyasının təşkilatı, babaların ruhlarının şad olmasından ötürü sələvat Allahümme salli ala Muhammed
Ali Muhammed. Bu cərimdə hacəti, mətləbəsi, hər qədər olmasından ötürü sələvat işlidir. Allahümmə səlli ələ Muhammed və Ali Muhammed. Dünyada əhl-i beytin ziyarətindən, qiyamət günü şəfaatına bir nəsib olmaya sələvat işlidir. Allahümmə səlli ələ Muhammed və Ali Muhammed. Değerli kardeşlerimiz de kameramanlar çəkirlər, bunu dünyaya çatdırırlar. Özlərinin ailələrini selamat götürür. Ömürlərin bərəkətli olmasından ötürü sələvat işlidir. Allahümmə səlli ələ Muhammed və ali Muhammed. Məscidə qardaşlarımıza xidmət edirlər, özlərinin ailələrini salamatlıqla sələvat işlidir. Allahümmə səlli ələ Muhammed və ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Sağ olasın.